Bu cümlə bir misalı başlayaq. Gəlin misal ən zəng yolla necə həll edəcəyimizə birlikdə baxaq. B-nin həndəsi silsiləsində B7 üstəgəl B5 bərabərdir 15, B10 üstəgəlsin B8 bərabərdir 120 olarsa, B8-i tapın. Gəlin burada B7 üstəgəlsin B5 bərabərdir 15-də B5-i mörtəzə xaricinə çıxardaq. B7-ni B5 vurulsun Q kvadratı üstə gəlinsin. B5 bərabərdir 15 şəklində yazsaq. B5 vurulsun Q kvadratı üstə gəlinsin 1 bərabərdir 15 alarıq. İndi isə B10 üstə gəlinsin B8 bərabərdir 120. 8 bərabərdir 120-də B8-i mörtəzə xaricinə çıxartsaq, B8 vurulsun, B10, B8 vurulsun Q kvadratı üstə gəlinsin B8 bərabərdir 120 şəklində yazsaq, B8-i mörtəzə xaricinə çıxartsaq, B8 vurulsun Q kvadratı üstə gəlinsin 1 bərabərdir 120 olar. Bu iki misalı alt-alta bölsək, B5 vurulsun Q kvadrat üstə gəlinsin 1 bərabərdir 15, B8 bölünsün, B8 vurulsun Q kvadratı üstə gəlinsin 1 bərabərdir 15 bölünsün 120. Burada Q kvadratı üstə gəl birlər ixtisar getsə, B5 bölünsün B8 bərabərdir 8-də 1 olar. Biz B8-i B5 vurulsun Q-nün kubu şəklində yazsaq, B5 bölünsün B5 vurulsun Q-nün kubu bərabərdir 8-də 1 alarıq. Buradan B5'lər ixtisar getsə, 1 bölünsün Q-nün kubu bərabərdir 8-də 1 alınır. Buradan 1 bölünsün Q-nün kubu bərabərdir 2-də 1'in kubu yaza bilərik. 1 bölünsün Q bərabərdir 2-də 1 olacaqdır. Deməli, Q bərabərdir 2-dir. Gəlin Q-nü bu misalda yerinə qoyaq. B8 vurulsun. Q-nün kvadratı üstə gəlinsin 1 bərabərdir 120 olduğunu bilirik. Burada B8 vurulsun. 2'nin kvadratı üstə gəlinsin 1 yaza bilərik. B8 vurulsun 5 bərabərdir 120. B8 bərabərdir 120 bölünsün 5. B8 bərabərdir 24. Cavab 24. C variantı. İzahı bəyəndinizsə, dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Yeni videolarda görüşərik.